Salamlar, mən biologiya müəllimi Fatimə Əlifzadə. Bugün sizinlə 20-ci sualın izahına baxacağıq. Sualda bizə deyir ki, qrafikdə hüceyrənin müəyyən bir orqanoidində zamandan asılı olaraq maddələrin miqdarının dəyişilməsi təsvir olunmuşdur. Biz qrafikə baxanda görürük ki, qlukozanın miqdarı artıb, fermentin miqdarı dəyişməyib və su isə azalıb. İndi bura diqqət yetirək. Mən bir reaksiya yazıram. Əmsallaşdırıram. Və biz görürük ki, karbon qazı ilə suyun iştirak edən qlukoza və oksigeni alınıbdır. Bu nəyin reaksiyasıdır? Tez xatırlayırıq ki, fotosintezin. Fotosintez prosesinin reaksiyasıdır. Həmin bu reaksiya bu qrafikə uyğundurmu? Əlbəttə ki, su iştirak edib, azalıb, qlukoza da əmələ gəlib artıb. Təbii ki, bu prosesin getməsi üçün ferment lazımdır. Ferment özü dəyişmir. Sadəcə katalizator rolunu oynayır. Həmin bu fotosintez prosesinin getməsi üçün variantlarda olan hansı orqanoid lazımdır? Təbii ki, xloroplast. Cavabımız xloroplastdır. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək üzrə.